Salam millət, Hyundai Tarakandır, 2.9 motor. Deməli bu maşında nə iş görmüşük, onu sizlərə təqdim etmək istəyirəm. Öz yanacaq nasosunu çıxartmışıq, elektron yanacaq nasosunu. Üstünə Ford'un elektron yanacaq nasosunu stanovka eləmişik. Öz farsunkaları qalmaq şərtindən hal-hazırda işimiz yekunlaşıb. Hər şey öz qaydasında, maşın hazır vəziyyətdədir. İndi isə sizlərlə birlikdə kodlamaq istəyirəm. Siz də şahid olun. Ya Allah. Gördüyünüz kimi millət hər bir şey öz qaydasında işləyir. Nəyə görə Ford nasosu qoyulur və yaxud Prastoy nasos qoyulur? Bu barədə də yəni maraqlansa sizlər üçün ətraflı bir video çəkərəm. Yəni şərhlər bölməsində əgər maraqlanırsınızsa suallarınızı yazın. Sizlər üçün hər birini cavablandıracağam. Təşəkkürlər.